Sabahınız xeyir olsun. 26 mart 2026-cı il tarixidir və Şəvval ayının yaz fəslinin 7-ci günüdür. Şəvval ayında yaz fəslində ilk həftələrinin ilk 4-cü cümə axşamı günüdür. Şəvval ayında da oruç tutanlar var. Kimləri bugün oruç tutub niyyət ediblər, hər birinin etdikləri niyyətin, tutduqları orucların qəbul olmasını arzu edirəm. Və 26 mart günündə kimlər işləri arxasınca gedir, işləri ilə məşğuldurlar, iş yerlərində, evdə, ailədə, kimlər evdarlığı ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avatlığı, hər birimizə bol ruzi arzu edirəm. 26 mart günündə də təhsili ilə baxmayaraq tətil günüdür, məşğul olanlar var. Məktəblər, orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, zehin açıqlığı, iş avatlığı arzularım, qarşılarına qoyduqları məqsədə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün əhəmiyyətli, yararlı, faydalı kadrlar olaraq yetişmələrini arzu edirəm. 26 mart günündə kimlərin rəhmətə gedənlər var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 26 mart günündə kimlərin xəstələri var, Allahdan can sağlığı, şəfa diləyirəm. Bütün qazilərə can sağlığı, Allahdan şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, bütün Azərbaycan ordusunu bu gündə də salamlayıram. Hər birinə can sağlığı arzulayıram, gözəl bir gün keçirmələrini arzu edirəm. 26 mart günündə kimlər ad gününü, şad gününü qeyd edir. Hər birini təbrik edirəm bu münasibətlə, can sağlığı, xoşbəxtliyi arzu edirəm. 26 mart günündə də tarixi günləri vardı. 26 mart günündə 1636-cı ildə Hollandiyada Utrecht Universitetinin yaradıldığı gündür. 26 mart 1668-ci ildə İngiltərə Mumbaya üzərində idarə etməni ələ keçirdiyi gündür. Bununla yanaşı 26 mart 1812-ci ildə zəlzələ Venezuelanın paytaxtı Karakası dağıtdığı gündür. 26 mart 1826-cı ildə isə Franz Schubert ictimaiyyətə özünün yeganə konsertini verdiyi gündür. 26 mart 1995-ci ildə Schengen razılaşması qüvvəyə mindiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.